Nəriman Əsənzadə yoldaşı Sarı xanımın kədərini öz şeirində belə bölür. Mən səni həyatda daşa dəyişdim, torpağa dəyişdim, məzara döndün. Mən öz baharımı qışa dəyişdim, çinara dönmüşdün, hasara döndün. Bir ana bəndiymiş bu əbədiyyət, duydum buza dönən nəfəsimi də. Anamı əlimdən alan təbiət, gözü götürmədi, aldı səni də. Mən bir xəcalətdən çıxa bilmədim, bu gizli dərdimi açıq desəm də. Sənə layiq baxa bilmədim. Sənə layiq dəfn eyləsəm də. Yerə söykədilər mərmər üzünü. Qışqırdım dayanın, əl saxladılar. Mən özüm örtərdim evdə üzünü. Burada qəbristanda torpaqladılar. Sən getdin, dəyişdi həyatın özü. Getdi dadı tamı, hər şeyi getdi. Evi bəzərdin ki, gözəl görünsün. Evimin ən gözəl bəzəyi getdi. Gedib dost qohumun qəbri üstünə gül çiçək qoyurduq ikilikdə biz. Mən sənsiz ölərəm demişdim sənə. Hamısı yalanmış, yaşadım sənsiz. Sənə sədaqətdir bütün həyatım. Deyərdim, baxardın gülümsəyərək. Səni qəbristanda qoyub qayıtdım. Sədaqət şüarım bu imiş demək. Bugün qəbristanda gecikib səhər, üstünə nur səpir qızıl dan yeri. Torpaq ot bitirər, ağac bitirər. Burada daş bitirir qəbristan yeri. Bir gözəllik itib duman içində, dünya imtihanmış, işləri ofsun. İlahi, ilahi bu qədər insan içində bir insan tapılmır, söz demək olsun. Fikirli qalxıram, üzü yuxarı. Nə qədər yaxınsan, nə qədər uzaq. Təzə ot göyərib örtür cığırı. İtirmək istəyir qəbrini torpaq. Mənsiz darıxardın evdə hər dəfə. Dözümsüz olmuşdu gecə gündüzün. Gedəndə deyirdin tez qayıt evə. Bəs niyə qayıdıb gəlmirsən özün? Gözüm yolda qalıb, qulağım səsdə. Gedibsən, qalmışam mən qonaq kimi. Sən yerin altında, mən yerin üstə. Biz ayrı düşmüşük, kök budaq kimi.